Hər kəsə salam. Gəlin topluya yeni əlavə olunmuş funksiya mövzusunə aid olan bu sualın izahına baxaq. Sualda bizə deyir ki, m1-5 nöqtəsi bu funksiyanın qrafikinin simmetriya oxu üzərindədir. Burada bilmək lazımdır ki, simmetriya oxu ümumiyyətlə təpə nöqtəsindən keçərək ordinat oxuna paralel yerləşməlidir. Onda belə çıxır ki, bunun təpə nöqtəsinin apsisi 1 olmalıydı. Ordinatını da biz bilmirik, bizdən də onu soruşur. İndi hər hansı bir yerdə qeyd eləyək, məsələn, burada olsun. Yəni bu o deməkdir ki, simmetriya oxu baxın budur, buradan keçir. İndi burada önəmli olan nədir? Yəni biz burada tutmalıydıq ki, bunun təpə nöqtəsinin x-i 1-dir. Təpə nöqtəsinin x-ini m hərfi ilə işarə edirdik. Deməli bu 1-ə bərabərdir. M-in düsturu mənfi b bölə 2a ilə hesablanır. Gətirək yerinə qoyaq. B burada ikinci həddin əmsalıdır. Yəni m plus 3-dür. Qarşısında mənfi var. A da 1-dir. X kvadratın əmsalı. Bunu bərabər edirik 1-ə. Sonra buradan çarpaz vurub tapsaq. Bərabərdir mənfi 2-yə. Mənfini ötürdüm digər tərəfə. Hesablama prosesi daha asan olsun deyə. M də buradan bərabər olar mənfi 5-ə. Sonra gətirək burada tənlikdə yerinə qoyaq, tənliyi hesablayaq. Mənfi 5-in üstünə 3 gəlsək, mənfi 2x çıxaq 5. Tənliyi bu şəkildə tapdıq. İndi bizdən onun təpə nöqtəsinin ordinatını tapmamızı istəyir. Təpə nöqtəsinin ordinatında ilə x-i gətirib yerinə qoymaqla hesablaya bilərsiniz. X-in yerinə 1 qoyaraq y-i hesablayaq. 1-in kvadratı çıxaq 2 vuraq 1 çıxaq 5. Bu da deməli bizə verər mənfi 6.